Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. Yaradıcı. Qeyd. Sosial maarifləndirmə ictimai birliyi. Təqdim edir. Azərbaycan, minilliklərdən süzülüb gələn zəngin mədəniyyətin beşiğidir. Bu torpaqlar xalçaçılığın və sənətkarlığın qaynağı olub. Tarixin dərinliklərinə inərək İrəvan xalçalarının izlərini axtaracaq. Xalça bu torpaqların yaddaşıdır. Hər ilmə, hər naxış bir dastan danışır. Qədim İrəvanın evlərini bəzəyən xalçalar da bugün bizimlə danışmağa davam edir. Bəs İrəvan xalçaları necə görünürdü? Onların naxışları, rəngləri bizə nə deyir? Bunu öyrənmək üçün Xalça Muzeyinə yola düşürük. Bura Azərbaycan Xalça Muzeyidir. Əsrlərin mirasını yaşadan məkandır. Burada Azərbaycanın hər bölgəsindən olan xalçalar toplanıb. Bu xalçaların hər ilməsi keçmişin bir xatirəsidir. Tarix boyu İrəvanda toxunan xalçalar sadəcə bir sənət nümunəsi deyildi. Onlar bir xalqın kimliyinin ifadəsi idi. Azərbaycan tarixi çox qədim dövrlərə gedən çıxan bir bölgədir, bir ərazidir, bir məmləkətdir. Bu bizim doğma diyarımızdır. Azərbaycanda böyük bir mədəniyyət formalaşıb, bu mədəniyyətin əsasında xalça mərkəzi xarakter alır və Azərbaycan xalçasının biz ana bacılarımızın toxuduğu bir böyük bir sənət kimi təqdim edirik. Amma bu demək deyil ki, təkcə deməli ana bacılarımız toxuyub. Hətta keçmişdə Azərbaycan xalçalarını kişilərin də, gənclərin də, deməli, məsələn, keçəsi sənətkarlar olub. Keçəçilik özü də xalçaçılığın bir hissəsidir. Hətta həsirçilik də xalçaçılığın ibtidai, deməli, hissəsidir. Burada həm kişilər, həm qadınlar iştirak ediblər. Amma son 300-400 ilin içində biz əsasən ana bacılarımızın, nənələrimizin qoyduğu və ortaya qoyduğu sənət, toxuculuq deməli növü kimi xalçada deməli onları əsas götürdük. Bəli, bu xalça analarımızın, nənələrimizin barmağının izlərindən əmələ gəlib. Ancaq bu xalçaları toxuyan əllər hardadır? Onların hekayələri harda itib? Biz bu izləri daha dərindən araşdırmalıyıq. Bu vaxta qədər ümumiyyətlə xalçaçılıq sənətini öyrənən alimlər, mən deyərdim ki, əsasən də Avropanın xalçaşünasları, sənətşünasları həmişə xalçaların deməli texniki və rəng tərəfindən həmişə çıxış ediblər. Onlar ornament tərəfinə çox dərindən getməyiblər. Çünki ornament simvolika ilə bağlı olduğu üçün və həmin xalqın sirlərini, gizlinlərini daşıdığı üçün onlar biraz o istiqamətdən yayınmış və ən çox rəngdən, xalçanın deməli texniki üsullarından bəhs etmişlər. Və bu da onu göstərir ki, bizim əzəli olan xalçalarımızda rəng amili çox mühüm, sirli, eyni zamanda kanunlar üzərində qurulub. İndiyə qədər Azərbaycan xalçaçılığının kanunları tam şəkildə öyrənilməyib. Mərhum Lətif Kərimov deməli Azərbaycan xalçaçılığını ümumilikdə bir məhfum olaraq 7 kanun üzərində, yəni 7 rəng üzərində qurulduğunu isbatlayıb. Amma
araşdırmalar, məsələn, mən öz araşdırmalarımda Azərbaycan xalçaçılığını əsasən də o bölgənin, yəni Qərbi Azərbaycan, Zəngəzur, İrəvan və Göyçə bölgələrinin xalçalarını deməli cütlü və təkli rəng sistemində görmüşəm. Bu nədir? Cütlü rəng sistemi biraz palazlara xarakterikdir. Amma cütlü eyni zamanda 2 rəng, 4 rəng, 6 rəng, 8 rəngdən istifadə olunaraq toxunurdu. Amma nə vaxt ki ornament ortaya çıxdı, artıq xalçaların ornamentlərinin kənarında gəzmə, yəni onu əhatə edən konturlar meydana çıxdı. Bu artıq üçlü rəng sistemidir. Üçlü rəng sistemində 3, 7, 9, 11 və ilaxır yüksələ bilər. Amma o bölgənin xalçalarına əsasən xarakterikdir 5-li rəng sistemi. Və o bölgənin xalçalarının boyanması, o bölgənin xalçalarının texniki, deməli gözəlliyi qoyunçuluq mədəniyyəti ilə bağlıdır. Qoyunçuluq mədəniyyəti varsa, deməli xalçaçılıq var. Təbii olaraq oradakı o bölgədəki 100 illərlə toxunan xalçaların sahibi biz olmuşuq. Çünki bizim mədəniyyətimizi formalaşdıran bir iqtisadiyyat olub. Onun adı qoyunçuluq mədəniyyətidir. Əlbəttə ki, ermənilərin kənd təsərrüfatı və yaxud da digər mədəniyyətləri bu mədəniyyətlə uzlaşmır. Onlarda donuçuluq mədəniyyəti, filan mədəniyyətlər var, hansı ki, bizim mədəniyyətimizlə uzlaşmayıb. Bu baxımdan o bölgənin qoyunçuluq mədəniyyəti qədim bir qoyunçuluq mədəniyyəti olub. Orada əldə edilən iplər parlaq, uzun lifli qoyun cinslərindən istifadə olunub. Hətta mən deyərdim ki, bizim əzəli Qarabağ qoyun cinsi, hansı ki, o Qarabağ qoyun cinsinin təsiri hətta Türkiyəyə qədər yelib çıxıb. Hətta Sivas qoyunları belə, Şirvan qoyunları belə Qarabağ qoyun cinsindən mayalanıb inkişaf edib. Ona görə o Zəngəzur bölgəsində olan qoyun cinsləri, Qarabağ cinsləri qohum, Naxçıvanın deməli balbaş qoyunları ilə qohum, eyni zamanda Qazaxın bozaq cinsli qoyunları ilə və onların yunundan istifadə olunan deməli iplərdən istifadə olunur. Gələk boyaqçılığa, rəng sisteminə. O bölgə Qarabağ qədər daha zəngin deyil bitki məsələsinə görə. Amma oranın da özünə məxsus təbiəti və özünə məxsus mineralları var. Yəni dağlıq yeri olduğu üçün orada müxtəlif aşılayıcı maddələr, minerallar, bəzi məsələn Zəngi çayı boyunca yaşıllıqların içərisində müxtəlif boyaq otu sortları və bunlardan bizim əcdadlarımız, yəni bizim deməli sənətkarlarımız zaman-zaman istifadə etmiş və o bölgənin rəng koloritini yaratmışlar. Bu baxımdan biz gələcəkdə Zəngəzur və yaxud da Ermənistan ərazisində olan bizim özəl deməli xalçaçılıq məktəbinin rəng qammalarını öyrənmək üçün çox böyük bir əlimizdə fürsət var. O fürsət də yenə də deməli Qarabağın, Naxçıvanın və Qazax xalçaçılığının, yəni bu üçlüyün arasında öyrənilməsi bir daha sübut edir ki, bu bölgənin də xalçaçılığı bu üç bölgənin arasında öz-özünə formalaşmır. Yəni bunlar qarşılıqlı difuziya şəklində qonar köçər mədəniyyətinin içində, yəni qoyunçuluq mədəniyyəti nə idi? Yaylaq, qışlaq. Yəni kiçik köçmə əməliyyatları deyirlər. Bəli, hava istidir, qalxırdılar öz qoyunları ilə, öz təsərrüfatları ilə yaylağa. Hava soyuq olur, düşürdə qışlağa. Təbii ki, bu mədəniyyət bir-birindən aralı olmur. Bu xalçalar təkcə sənət nümunəsi deyil, həm də bir tarix kitabıdır. Bəs bu gözəllik harada toxunurdu? Onun izlərini ətraf dağlıq ərazilərdə axtaraq. Xalçalarımız təbiətin rənglərini, torpağın nəfəsini və küləyin pıçıltısını ilmələrində yaşadır. Hər ilməsi ilə təbiətin ruhunu əks etdirən xalçalar torpaqla sənətin vəhdətidir.
Zaman keçdikcə İrəvanın bu çay daşlarından hazırlanmış hasarları öz möhkəmliyini qoruyub saxlamışdır. Xalçalardakı dalğavari və pilləli naxışlar sanki İrəvanın təpələrini xatırladır. Bu sökülmüş daş divar məni keçmişimə apararaq uşaqlığımı xatırlatdı. Yollar və qayalar xalçanın naxışları kimi bir-birini tamamlayır və qara kilsənin ruhunu əks etdirir. Xalçalarımız təkcə gözəllik deyil, eyni zamanda keçmişdən gələcəyə uzanan bir yaddaş xatirəsidir. Hər ilmə nəsillər boyu qorunub ötürülən mədəniyyətimizin və kimliyimizin susmayan səsidir. Bu xalçanı nənəm toxuyub, anam saxlayıb, mən isə qoruyuram. Ona görə ki, bunu gələn nəsillərə göstərmək üçün. Onlar da bilsinlər ki, bizim belə bir xalçamız olub. Hər naxışı bir tarixdir. Nənəm deyirdi ki, xalçanın ruhu olur. Mən də bu xalçanı qorumuşam ki, hamı bilsin ki, biz burada yaşamışıq, yaratmışıq, iz qoymuşuq. Ümumiyyətlə, xalçaçılığın özü bir növ mifik bir sənətdir. Əslində biz toxuculuq, ip mədəniyyətini öyrənəndə görürük ki, xalçaçılığın daxili aləmi, yəni orada artıq hörmə varsa, orada keçidlər, keçirmə üsulları varsa, bu sanki insan taleyini hörən və insan talehinə bir sistem verən sənət növüdür. Biz Qorqudnamələrdə istənilən boya baxsaq, yəni Kitabi-Dədi Qorqudda biz bunu yaxşıca izləyə bilərik. Bütün boylar başlayanda xanlarımızın adı çəkilir. Məsələn, Bayandır xan sübh tezdən durmuşdu. Qara təpələr üzünün 1000 xalısını və yaxud da 1000 ipək xalısını sərmişdi. Bayandur xanın mirası kimi xalçalarımız da yalnız bir sənət əsəri deyil, eyni zamanda Türk ruhunun ilmə toxunmuş tarixi yaddaşıdır. Hər naxışında bir dastan, hər rəngində babalarımızın iz qoyduğu böyük bir mədəniyyət yaşanır. Burada xalıların sayını göstərir. 1000-dən çox xalılar göstərir. Yəni bir boy başlayanda yenə də xalılara müraciət edir. Deməli, xalı mədəniyyəti, xalça mədəniyyəti həm təfəkkür baxımından, həm mifoloji baxımından, həm də ədəbi janr baxımından bizim talihimizi ölçən bir sənət növüdür. Biz bu sənətin dərinliklərini öyrənmək üçün təkcə xalçanın özündə yox, onu həm də ədəbi mühitdə, həm mifologiyada, həm etnoqrafiyada, həm musiqidə, həm folklorda da axtara bilərik. Və təbii ki, bunun şaxələrini biz həmin adın çəkdiyim sahələrdə açıq-aydın görə biləcəyik. Və biz itmiş xalçaçılığı mədəniyyətimizin irsinə bir səyahət etdikdə, yəni artıq necə deyərlər, o elementlər ki var, o elementlərin nadirliyini, onun istər Qarabağ, istər Qazax xalçaçılığında izini deməli müəyyən etməklə bəzi simvolların axtarışlarına çıxa bilirik. Məsələn, bu xalça Qazax bölgəsində toxunsa da, bunu bəzi araşdırıcılar
o bölgəni, yəni İrəvan, Göyçə, bu ərazilərin xalçaları ilə uzlaşdırmışlar. Təbii ki, buradakı simvollar və kompozisiyanın həlli bu günləri deməli Qazax xalçaçılığında öz əksini tapır. Məsələn, buradakı simvollar, məsələn, fırfıra elementi, hansı ki, bunu çarx elementi də adlandırmaq mümkündür. Məsələn, qədim Oğuz damğalarının artıq gölçələrin içərisində təsviri, haşiyə quruluşunda oxbaşı elementlərinin geniş yayılması bu ənənənin itmədiyini göstərir. Məsələn, quş obrazlarının, mifik quş obrazlarının adam obrazları ilə, insan obrazları ilə vəhdətdə, yəni bir sistemdə özünü əks etdirməsi bu qədim türk mədəniyyətində təbiətlə vəhdətlik deməli simvolunu əks etdirir. Xəmsə necə sözləri bir-birinə ilmək kimi hörüb mənaya çevirirsə, xalçalar da naxışları və rəngləri eyni ahənglə birləşdirir. Alaçıq mədəniyyətindən süzülüb gələn bu sənət, köçəri ruhumuzun təbiətlə iç-içə yaşayan dünyamızın ən gözəl izlərindəndir. Xalça sənətinin mahiyyətindəki dərinlikdə Azərbaycan xalqının xəmsəsi var. Xəmsə nə deməkdir? Yəni beşlik, deməli sənət, beş sənət növünün xüsusiyyəti xalçada birləşə bilir. Bu nədir? Bu bizim ən qədim daş abidələrimizlə birlikdə memarlığımızdır, yəni bizim evlərimizdir. Bizim evlərimiz təbii ki, çadır və deməli alaçıq mədəniyyətindən gəlir. Yəni bizim həyat tərzimiz kiçik qonar köçər mədəniyyətinə aid olduğu üçün bizim çadır mədəniyyətimiz dərin bir mədəniyyətdir və eyni zamanda bu mədəniyyətin digər növü isə memarlıq abidələri idi. Əlbəttə ki, daş abidələri də biz bunu daxil etməliyik. Əlbəttə ki, xalçalar bu interyer üçün, yəni oradakı yaşantı üçün nəzərdə tutulurdu. Bizim xalçalarımız və bizim xalçalarımızda olan sistem poetik, bizim xalqımızın poetik sistemi ilə tam üst-üstə düşür. Bu günləri, məsələn, biz xalçaçılıqda qafiyələnmə, ornamentlərin qafiyələnməsi prinsipləri var. Bu qafiyələnmə prinsipi bizim ədəbi ünsürümüzdə də var, yəni ədəbiyyat sahəmizdə də var. Bu günləri bizim xalçalarımızda müxtəlif rəvayətləri sujektli şəkildə əks etdirən obrazlar var. Ədəbi ünsürdə də rəvayət bir janrı var. Məsələn, xalçalarımızda haşiyələmələr var. Məsələn, zəncirdə var, ədəbiyyatda da zəncirləmə var. Yəni, əgər xalçada bir ritm varsa, yəni ornamentin düzülmə ritmi, o misra şəklində ola bilir, beyt şəklində ola bilir. Deməli, ədəbi sistemin, yəni bir ədəbiyyat yaratmaq üçün bir mütləq bir sistem lazımdır. İstər bu şeir olsun, istər nəsr olsun, bu sistemin bütün xüsusiyyətlərini xalçaçılığı əmələ gətirən kompozisiya sistemlərində tamamilə biz üst-üstə görəcəyik. Digər bizim sənət növümüz musiqidir. Musiqidə əlbəttə ki, rəng var. Notlar, musiqi ahənglərini biz rəngə çevirsək, musiqimizin dərinliklərini, onun sistematik əlaqəsini xalçalarımızda birə-bir görəcəyik. İstər bu muğam olsun, istər bu xalq mahnıları olsun, istər hər hansı bir akın olsun və yaxud da deyim olsun, biz xalçalarımızda bunu görəcəyik. Və digər üslub bizim miniatürlərimizdir. Yəni miniatür deyəndə mən bizim xalqımızın təsviri sənət deməli mədəniyyətini, təsviri sənət şuurunu mən görürəm. Əlbəttə ki, bütün miniatürlərin özünün kompozisiya quruluşu var. Bu kompozisiya quruluşlarının müxtəlifliyi, şaxəliliyi, eyni zamanda sadəliyi xalçalardakı prinsiplərlə yenə üst-üstə düşür. Biz bu günləri itmiş xalça nümunələrimizi, itmiş musiqi alətlərimizi, itmiş geyim mədəniyyətimizi, itmiş silah növlərimizi miniatürlərdə izləyib
təsvirlərini aşkar edib bunu bərpa edə bilərik. Deməli, hər hansı bir tarixi bərpa etməyə bir qaranlıq yer qalmır. Əgər tarixi bir mövzu varsa, onun fəlsəfəsini tapmaq və onun təsvirlərini tapmaq tarixi ortaya qoymağa çox böyük kömək edə bilər. Bu baxımdan tarixi saxtalaşdırılsa da hər hansı bir xalqın, hər hansı bir millətin onun mədəniyyəti varsa, həmin mədəniyyətdən mayalanaraq onun tarixini tam şəkildə bərpa etmək mümkündür. Başa düzdürmüsən, de görüm nə qaldı, üzə düzdürmüsən. Daha məndə can qalmadı, o halı nə qaldı, başa düzdürmüsən, de görüm nə qaldı, üzə düzdürmüsən. Xal sənin, yar sənin, İxtiyar sənin, xana borcdur, belə düzdürmüsən, yarım deyibdir, başa düzdürmüsən, xana borcdur, belə düzdürmüsən, yarım deyibdir, üzə düzdürmüsən. O halı nə qaldı, qoşa düzdürmüsən, de görüm nə qaldı, üzə düzdürmüsən. Ürəyimi üzən gözəl, o halı nə qaldı, qoşa düzdürmüsən, de görüm nə qaldı, üzə düzdürmüsən. Xal sənin, yar sənin, İxtiyar sənin, xana borcdur, belə düzdürmüsən, yarım deyibdir, qoşa düzdürmüsən, xana borcdur, belə düzdürmüsən, yarım deyibdir, qoşa düzdürmüsən. Başa düzdürmüsən, de görüm nə qaldır, başa düzdürmüsən. Xəncərimi gümüşlərəm, o xalı nə qaldır, qoşa düzdürmüsən, de görüm nə qaldır, üzə düzdürmüsən. Xal sənin, yar sənin, İxtiyar sənin, xana borcdur, belə düzdürmüsən, yarım deyibdir, boşa düzdürmüsən, xana borcdur, belə düzdürmüsən, yarım deyibdir, boşa düzdürmüsən. Xana borcdur, belə düzdürmüsən, yarım deyibdir, boşa düzdürmüsən. Xana borcdur, belə düzdürmüsən, yarım deyibdir, üzə düzdürmüsən. İrəvan tipli xalçaların, yəni o coğrafiyanın xalçalarının deməli digər xüsusiyyəti isə müxtəlif simvolları bir araya gətirmək və həmin simvolların bəzilərində biz əkinçilik kultunu əks etdirən belə damalı elementlər görürük. Amma mərkəzdə yenə də qarmaqlı və qədim Oğuz bəzək elementi kimi mərkəzi elementi görəndə onda anlayırıq ki, bəli, bu mədəniyyət həmişə mərkəzi xarakter daşıyır və bütün xalçalarda da öz yerini alıb. Və yaxud da burada sənətkarların o bitkisel görünən ornamentdə əl forması görürük, quş forması görürük. Yəni burada elementin
mənası ara sahədəki məna ilə əlaqələnməlidir ki, tam şəkildə o öz simvolunu bizə göstərə bilsin. Qarmaqlı elementlər. Bunların böyük formalarını biz əjdaha elementi deyirik. Təbii ki, əjdaha elementi bu inanclardan qaynaqlansa da, Azərbaycan xalçaçılığında əjdaha formaları həmişə savaş mələyinin simvolu olub, bir növ bu qoruyucu ünsür kimi xalçaçılığa daxil olub. Burada oxbaşı elementləri, hansı ki, xalq arasında mollabaşı adlanır. Çox maraqlı bir elementdir, kompozisiyası qavqabıdır. Bu kompozisiya növünün də o bölgədə inkişaf etdiyini göstərir. Xalçaçılıq köçəri sənətin yaddaşıdır. Hər ilməsi iz, hər naxşı mədəniyyətin yoludur. Əzəli sənətlər, etnoslarla bağlı olan sənət növləri, hansı ki, genetikdir, o mədəniyyət gəzən mədəniyyətdir. Məsələn, xalçaçılıq. Çünki bu xalçaçılıq təkcə bir yerdə qalmır. Xalq yerini dəyişdikcə, hara köçürsə, o onlarla daşınır. Onun, məsələn, ticarət qovşaqlarında, dünyanın müxtəlif kolleksiyalarında, saraylarında, muzeylərində görmək mümkündür. Və siz təsəvvür edin ki, gəlin köçən bir xanım öz ailəsində, öz tayfasında ifadə etdiyi naxışları başqa bir tayfaya, başqa bir boya gəlin köçdüyü zaman özü ilə aparardı. Və o, həmin köçdüyü yerin yerli cəmaatının, yerli tayfanın hansı ki, özünə məxsus ornamentləri var, özünə məxsus duyğuları var, o duyğularla difuziya olunardı. Bu, Azərbaycan xalçaçılığının inkişaf proseslərindən biridir. Məhz bu baxımdan İrəvan və Göyçə, Zəngəzur ərazisindən köçürülən insanlar təbii ki, şərqə, qərbə, şimala, hər tərəfə deməli yayıldı. Xalçanın adını dəyişmək, onun yaddaşını silməyə, ilmələrinə toxunmuş tarixi danımağa cəhddir. Amma naxışlar susmaz, onlar həmişə öz gerçək hekayəsini pıçıldayar. Xalçanın bu şəkildə inkişaf etməsi, orada olan kodların onu yaradanlar tərəfindən öyrənilməsindən sonra onları ilhaq etmək, adını dəyişmək mümkün deyil. Amma bu demək deyil ki, onlar xalçaların adını dəyişməyiblər. Məsələn, gördüyünüz bu xalça, düzdür, Qazax qrupuna aid, yəni Borçalı məktəbinə aid xalça olsa da, bu xalçalar adətən Göyçə ətrafında olan yaylaqlarda da köçən əhalimiz toxuyurdular. Bu xalçanın adı dünya deməli çapında Sevan adlanır. Amma baxmayaraq ki, onun adı Göyçədir. Eyni zamanda ikinci adı da Borçalıdır. Yəni mərhum ustad Lətif Kərimov çox maraqlı bir şəxsiyyət idi. O hətta deyir ki, hətta Sevan yox, Suvan olsa belə yenə bizimdir. Çünki o söz də qədim söz olaraq su saxlayan yer deməkdir, göl deməkdir. Yəni xalçaların adları təkcə o bölgədə yox, deməli Zəngəzur mahalında, məsələn Talında, sonra Mehridə, Ağbabada, Dərəçiçəkdə, hətta İrəvanın özündə toxunan bəzi xalçaların adını onlar dəyişə bilmişdilər. Amma o demək deyil ki, xalçaların adı dəyişir. Xalçaların adını dəyişmək onun simvollarının dəyişməsi demək deyil. Xalçanın simvolları damğalarla, onqonlarla, bir də ki, əhalinin özünün dünyaya baxışları ilə formalaşan ornamentlərdir. Bunlar da heç bir vaxt ermənilərin düşüncə tərzinə uyğun gəlməyib. Ona görə olan adını dəyişməyi belə xalçanın onlara aid olmasını sübut edə bilməz. Xalçanın haraya aid olduğunu ilmələri pıçıldayar. Dağların sərtliyi, çayların axarı, çöllərin sonsuzluğu hər naxışında öz izini qoyar. Hər bölgə öz ruhunu ibriklərə həkk edər. Hər rəng doğulduğu torpağın nəfəsini daşıyar. Zəngəzur, Qərbi Azərbaycan xalçaçılığını biz Qarabağ növünün üzərində öyrənməklə bu xalçaların Qarabağda və yaxud da Qazaxda, Naxçıvanda, Azərbaycanın Muğan düzündə, müxtəlif yerlərdə toxunduğuna da rast gələ bilirik. Hətta
son illərdə deməli istər Qarabağ Muğan ərazisində, Aran bölgələrində, Qazaxda toxunan bəzi xalçaların zaman-zaman o bölgədən köçürülmüş Azərbaycanlıların yaratdığı kompozisiyalar olduğunu da belə zənn edirik. Amma onun əsaslarını, köklərini, çünki artıq tarixi hadisələr 200 il öncə başladığı üçün bunların bəziləri artıq Azərbaycan xalçaçılığında Qarabağ növündə öz yerini alır. Bəzən Naxçıvan xalçaçılığında öz yerini alır. Bəzən isə Borçalı və ya Qazax xalçaçılığında yer alır. Bu baxımdan onların dərinliyini müəyyən etdikdən sonra o bölgənin xalçalarını tam şəkildə biz ornamental sistemini ortaya qoya bilərik. Xalçaçılıq sənəti çox qədim sənətdir. Qədimdə qızlarımız, gəlinlərimiz, nənələrimiz bu işlə məşğul olublar. Bizdə indi burada yun darağıdır, bu qədim alətdir. Yun darağı, bir də cəhrə. Yun darağında darayırıq yaxşı-yaxşı, əlçimlər düzəldirik. Sonra cəhrədə də sap əyiririk. Sapı əyirəndən sonra kəlaf düzəldirik boyamaya görə. Boyama üçün də bizdə bitkilərdən istifadə ediblər. Qoz qabığı, soğan qabığı, zəfəran. Boyayandan sonra da yumaqlar düzəldilir, xanadan asılır, xalçamızı başlayırıq toxumaya. Dediyim kimi, xalça sənəti çox qədim sənətdir. Xalça toxumaq üçün bizə alətlər lazım. Xalça bıçağı, xalça qayçısı, bir də həvə. Toxuyanda birinci qabaq ilməni götürürük, sonra arxadan götürürük. Bir içini toxuyub qutarandan sonra arğaca keçirdirik. Yanlarda bizim arğaclarımız var, onu keçirdirik. Bu həvə ilə belə döyürük bu formada. Döyəndən sonra da qayçı ilə kesirik. Hər bölgənin öz xalçaları olur. İrəvan xalçalarında ilmələrin sıxlığı, ilmə sayı, incə naxışlar özünü göstərir. Bu xalçalar orta əsrlərdən istehsal olunmağa başlayıb, Azərbaycanın zəngin mədəni irsinin zəngin nümunələrindən, yadigarlarından hesab olunur. Mən əminəm ki, bu xalçaçılıq sənəti bizdən sonraki nəsillərə ötürüləcək. Qız gəlinlərimiz bu xalça sənəti ilə məşğul olacaq.
xalça naxışlarının yaranması prosesi təbiətdən qaynaqlanır. Yəni burada həm bitki mənşəli, eyni zamanda heyvan mənşəli və insan mənşəli naxışları görmək mümkündür. Bu o demək deyil ki, təkcə Azərbaycan xalçaçılığı təbiətdən deməli mayalanmış ornamentlərin əmələ gəlməsi ilə özünü büruzə verib, amma insanın xəyalları ilə, yəni insanın arzuları ilə, bəlkə də deyərdim ki, insanın təsəvvür və təsəvvür etdiyi orijinal elementlər də Azərbaycan xalçaçılığında öz yerini alır. Amma o Zəngəzur ərazisində, İrəvanda, yəni Göyçə mahalında toxunan xalçaların əksəriyyətində dediyim əlamətlərin hər biri var. Məsələn, bəzən biz o bölgənin xalçalarında əsasən bitki və heyvan mənşəli ornamentlərlə bərabər eyni zamanda mifik formalı ornamentlərə də çox rast gələ bilirik. Xalçaçılıq keçmişin izini, bugünün nəfəsini və gələcəyin ümidini bir düyündə birləşdirən sənətdir. Onu qurmaq mədəniyyətimizi yaşatmaqdır. Hər ilməsi bir tarix, hər naxışı bir dildir. Bu dili unutmaq öz kökümüzdən qopmaq deməkdir. Xalça təkcə bir əşya deyil, xalqın ruhunu, sevincini, kədərini və arzularını yaşadan bir yadigardır. Ona sahib çıxmaq, bir millət kimi varlığımızı qorumaq deməkdir. Hər toxunan xalça bir nəslin əllərindən gələcəyə uzanan körpüdür. O körpünü qorumasaq, tariximiz toz içində itib gedər. İrəvan, Zəngəzur, Göyçə uçbucağı arasında əlbəttə ki, təbii ki, orta əsrlərdə çox böyük bir xalçaçılıq mədəniyyəti olmuşdur. Mən hətta deyərdim ki, İrəvan Zəngi çayı boyunca orada məhv olmuş, itmiş qəsəbələr, kəndlər olub ki, orada da çox böyük bir xalçaçılıq ənənəsi olub. Məsələn, İrəvan xalçaçılığı təbii ki, Səfəvilər dövründə daha çox çiçəklənmə dövrü keçirdi və İrəvanqulu xanın o şəhəri salıb inkişaf etdirməsi, sənətkarlığın inkişaf olunması, eyni zamanda orada sənətkarlığın təkcə o mühitdə yox, onun böyük bir ticarət qovşağına qoşulması prosesləri də olub. Dünyanın demək, bütün hər yerinə yaymalıyıq ki, Azərbaycan xalçasının məntiqi mənası, onun dünyaviliyi, onun təkcə bizim xalqımıza yox və dünya mədəniyyətinə, dünya mədəni irsinə ali bir sənət növü kimi təqdim etməyimizi və onun həqiqətən ali bir sənət olduğunu isbat etmək üçün bizim Azərbaycan Milli Xalça Muzeyində qorunan xalçaları təbliğ, təşviq etməliyik. Onların haqqında əsərlər yazılıb, tərcümə olunmalıdır. Azərbaycan xalçası torpağımızın naxışı, alovu isə ruhumuzun sönməz işığıdır. Hər ilmədə tarix, hər alovda azadlıq yanır. Bu toxunuşlar Azərbaycanın tarixi, səsi isə onun mədəniyyətidir. Müzik